Abşeron rayonu Xırdalan şəhərində piyadaları narahat edən, daha doğrusu piyadaları təhlükəyə atan restorandan xəbərimiz var. Şəhərin düz mərkəzində gün ərzində minlərlə piyadanın keçdiyi səki restoranın terasına çevrilib. Bəs bu qanun pozuntusuna kimlər və necə icazə verilib? Əməkdaşımız Rəşad Vəkiloğlu danışacaq. Niyə restoran həyatına daxil olub keçdiniz? Ora səkidir, məcburiyəm. Restoran obyektin qabağıdır, heç kimi yolun bağlamamışım. Sakinlər buradan keçir. Keçir də. Amma bir dəqiqə yığışdır. Yox, əlinlə yoxdur. Bunu dillə deyirsən, əlinlə. Mən də deyirəm yığışdır. Yox, bu suala cavab ver, problem yoxdur. Mən də deyirəm yığışdır, deyəcəm indi mən sizə. Yox, suala cavab ver sonra. Deyirəm yığışdır. Son illər küçə və prospektlərdə kafe, restoran sahibləri tərəfindən səkilərin zəbt olunması adi hala çevrilib. Xırdalan şəhəri Mehdi Hüseynzadə 6 ünvanında Gəncə ocağı da piyadaların yolunu bağlayanlar sırasındadır. Dövlət büdcəsindən səkilərin təmir olunması üçün hər il müəyyən miqdarda vəsait xərclənir. Lakin bəzi ərazilərdə obyekt sahibləri piyadaların yolunu bağlamaqla yanaşı səkiləri asanlıqla ələ keçirməyə bacarırlar. Səki restoranın terası kimi istifadə edildiyi üçün piyadalar səkinin bu hissəsində məcburən avtomobil yoluna çıxırlar. Bura səkidir yoxsa restoran? Səki də dolubda, səki də imkan var ki, keçən. Səki bəlası bu ümumi bəladır. Bu tək burada deyil ki, Abşeronda, Nərimanovda, Yasamalda və digər rayonlarda deyə fərqi yoxdur. Görəsən bu restoranın sahibinə kim və ya hansı qurum icazə verib? Sualı restoranın inzibatçısına verdik. Heç kimə mənçilik törətmirik biz burada. Təzə götürmüşük buranı. Amma yəni faktiki, biz əvvəlcədən buranı götürəndə bu belə idi. Yox, qardaş, navəsi olub buranın daimi. Biz bir dənə bunu düzəltmişik. Öyrəndi ki, restorana bir ay öncə səkinin zəbt olunması icazəsi verilib. Şikayət əsasında Abşeron rayon icra hakimiyyətinin memarlıq şöbəsinin əməkdaşları əraziyə baxış keçirsələr də, təəssüf ki, səkinin əvvəlki vəziyyətə qaytarılması istiqamətində heç bir addım atılmayıb. Xırdalan şəhərində Təzə Bazar adlanan ərazi, hansı ki, səkinin sol tərəfi avtomobillər tərəfindən, sağ tərəfi isə arxamdakı bu restoran tərəfindən zəbt olunub. Hansı ki, piyadalar məcburən bir ay öncəyə qədər səki kimi istifadə edilən yerdən restoranın içərisinə daxil olaraq keçirlər. Hansı ki, bu da elə piyadaların həyatının təhlükəyə atılması deməkdir. Abşeron rayon icra hakimiyyətinə mövzu ilə bağlı sorğu ünvanlasaq da, qurumdan heç bir cavab ala bilmədik. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.